Əlbəttə ki, diabetik ayaq yaralarının vaxtında müalicəsi amputasiya riskini azalda bilir. Belə deyək də, məsələn, adətən bizim kontingent yaşlı xəstələr olur. 50-nin üstü yaşda olan xəstələrdir. Burada həm yaş dəyişiklikləri gedir damarlarda, həm də şəkərli diabetin fəsadı kimi, aterosklerozun fəsadı kimi damarlarda daralmalar baş verir. Bu iki şeyi ayırmaq çox vacibdir. Bəzən həkimlərdə belə bir təəssürat yaranır ki, 50-60 yaşda xəstələrdə ideal damar vəziyyəti olmalıdır. Belə olmur. Şəkəri olmayan xəstələrdə də damarlarda daralmalar gedir. Zamanla damar mənfəzinin daralması baş verir. Bu normal fizioloji qocalma prosesində də belə hal baş verir. Sadəcə şəkərli xəstələrdə bu çox sürətlə gedir, daha qabarıq şəkildə özünü biruzə verir. Ona görə də bizim müayinə zamanı çox vaxt başdan tutma bütün xəstələri angiografiyaya və yaxud angioplastika əməliyyatlarına göndərmirik. Əvvəlcə patologiyanın ağırlıq dərəcəsi müəyyən olunur və diabetik ayaq yarasının sağalmasının vacib şərtlərindən biri qan təchizatının təmin olunması məsələsi əsas səbəb olarsa, əlbəttə ki, bu halda biz xəstələri angioplastika əməliyyatına göndəririk. Əgər damar keçiriciliyi yetərlidirsə, baxmayaraq ki, daralmalar var, bu daralmalar o qədər böyük deyil, qan təchizatı imkan verir ki, o yaraları sağaltmaq olsun. Belə halda heç də biz angioplastika əməliyyatlarına getmirik. Və tövsiyələrimiz çox vaxt xəstələrə nədən ibarət olur? İbarət olur ki, periodik olaraq, yəni hər il damarlar müayinə olunsun və əvvəlki illərə nisbətən münasibətdə patoloji prosesin hansı sürətlə getdiyi müəyyən olunsun. Çox ləng gedişli, belə deyək, aterosklerotik proseslərdə əlbəttə ki, prosesi patologiyanı nəzarətə götürmək olur və xəstələrə heç də cərrahi əməliyyatların aparılması vacib sayılmır. Əgər kritik bir vəziyyət yaranırsa, xroniki işemiya dərəninləşirsə və yaxud hər hansı bir səbəbdən kəskin bir arterial tromboz meydana çıxırsa, tutulma baş verirsə, əlbəttə ki, bu halda təcili qaydada xəstələrə müdaxilələr, angioplastika əməliyyatları açıq və yaxud invaziv yolla aparılması şərtdir ki, o diabetik ayaq yaralarını sağaltmaq mümkün olsun. Ancaq bu yaraların sağalması üçün dediklərim təkcə damar təchizatının təmin olunması yetərli sayılmır. Bu kompleks şəkildə bir müalicə aparılması zəruridir. Yəni burada həm qlikozanın qanda səviyyəsinin norma və yaxud normaya yaxın həddə saxlanması, periferik neuropatiyanın müalicəsi, infeksiyalara qarşı antibakterial müalicə, qan durulucu preparatların qəbul olunması, yaraların doğru düzgün cərrahi işlənməsi, aparılan sarğılar, xüsusən də bu məsələnin üzərində durmaq istəyirəm ki, bəzən xəstələrimiz evdə sarğıları özləri aparırlar və bu sarğılar zamanı sterillik gözlənilmir. Bizim xəstələrimizdən tələbimiz odur ki, sarğılar steril şəkildə aparılsın, steril əlcəklə icra olunsun, steril sarğı materiallardan istifadə olunsun. Həm tibb bacılarımızdan, bu işlə məşğul olan tibb bacılarımızdan xahişimiz budur ki, bu məsələyə çox önəm versinlər. Ona ki, aseptika, antiseptika qaydaları riayət olunmadıqda yaralara təkrar infeksiyalar düşə bilər. Bu prosesi daha da dərinləşdirə bilər. Əlbəttə ki, yaraların müalicəsində əsas şərtlərdən biri sayılır. Sarğıların doğru, düzgün aparılması və yaxud antiseptik preparatların yerli olaraq dərmanların, məlhəmlərin, mazların istifadəsi patologiyanın ağırlıq dərəcəsinə görə, diabetik ayağın növünə görə, formasına görə seçilir. Bunu artıq mütəxəssis təyin edir. Bəzən xəstələrimiz belə olan halda bildikləri, eşitdikləri metodlardan istifadə edirlər və bu da bəzən ağırlaşmalara səbəb olur.